Salam, hər vaxtınız xeyir olsun, əziz futbol əvəzkarları. Bugün 2026 Dünya Çempionatında K qrupunun 3-cü turunun qarşılaşması başlayacaq. Dünya Çempionatının favorit komandası kimi göstərilən Portuqaliya milli komandası bugün Kolumbiyaya qarşı mübarizə aparacaq və bu gözəl və maraqlı oyunu sizə mən Elvin Nəzirov şərh edəcəm. Başlayaq Kolumbiya milli komandasının heyəti ilə bugün 4-2-1-3 taktikası ilə meydana çıxacaqlar və qapıda 12 Camilo Vargas, 17 Johan Mojica, 3 Johan Lucumi, 23 Davinson Sanchez, 2 Daniel Muñoz, 16 Jefferson Lerma, 14 Gustavo Puerta, 11 John Arias, 7 Luis Diaz, 10 James Rodriguez və 25 Luis Suarez. Portuqaliya milli komandasının heyəti isə belədir, 4-1-2-3 taktikası ilə bugün meydana çıxacaqlar və qapıda Diego Costa 1 nömrə, 20 Joe Cancelo, 14 Gonzalo Inacio, 3 Ruben Dias, 25 Nuno Mendes, 23 Vitinha, 10 Bernardo Silva, 8 Bruno Fernandes, 17 Rafael Leao, 18 Pedro Neto və 7 nömrə Cristiano Ronaldo. Və hakimin fiti ilə Kolumbiya milli komandası oyuna başlayır. Maraqlı oyun olmağını ümid edirik və hər iki komandaya uğurlar arzulayırıq. Kolumbiya milli komandası hücuma atılmağa çalışır və qarşı kəsdi Joe Cancelo. Topu tam uzaqlaşdıramadı Luis Diaz. Qapıya zərbə endirə bilər. Luis Diaz zərbəsini endirir Diego Costa. İlk zərbə və ilk save oyunda. John Lucumi. James Rodriguez oynadı. Rodriguez gözəl gördü. Puerta zərbə endirir qapıya doğru. Dəqiqlik çatmadı zərbədə. Rafael Leao boşladı, ötürmə Rafael Leao istiqamətində Bruno Fernandes'dən qarşısında Daniel Muñoz var, çata biləcək Muñoz, Rafael Leao ötürmə Cristiano Ronaldo. Zərbəsini endirir və Jefferson Lerma'ya dəyən topu Vargas rahatlıqla əlinə götürür. Növbəti Portuqaliya siz deyə bilərik Cristiano Ronaldo mükəmməl gördü Pedro Neto'nu. Neto qapçıl özü. Neto'nun zərbəsi top direğe deyir. Cristiano boş qapıdan topu keçirdir. 1-0. Oyunun 22-ci dəqiqəsində Portuqaliya milli komandası hesabı açır. Ronaldo ilə bir yerdə. Kolumbiya 0, Portuqaliya 1. Ronaldo gözəl mövqe seçdi və Pedro Neto'nu ilk öncə gözəl asistlə bəsləyir və Neto'nun vurduğu dirəyi boş qapıdan keçirtməyə bacarır Cristiano Ronaldo. Gözəl bir kombinasiya qurdu Portuqaliya komandası və bu kombinasiya qolla nəticələnir. Kolumbiyanın işi daha çətin olacaq bundan sonra, düzdür. Oyunun başlığına fəal başlamışlar, amma ilk qolu qapısında görən Kolumbiya milli komandası oldu. Bruno Fernandes Ronaldo'nu gözəl gördü. Ronaldo mükəmməl zərbəsini indirirdi Vargas. Luis Suarez istiqamət ötürmə. Suarez topu itirir Inacio. Inacio döntürmə. Cristiano mükəmməl gördü. Pedro Neto və gol! Pedro Neto bu dəfə özü fərqlənir. Yenə Ronaldo mükəmməl asist edir Pedro Neto, amma bu dəfə Pedro Neto dirəyə yox, qapını dəqiq nişan ala bilir. Kolumbiya 0, Portuqaliya 2. Oyunun 29-cu dəqiqəsində bu dəfə Ronaldo'nun asistini dəqiq yerinə yetirə bilir. Qolla tamamlaya bilir Pedro Neto. Burada Suarez'in topu itirməyə əslində çox pis oldu, çünki komandası boşluqda çox boşluq verdi. Bunu gözləmirdi Kolumbiya komandası. Ronaldo'nun burada mükəmməl ötürməsi, mükəmməl asisti və Pedro Neto'nun eyni gözəllikdə bitiriciliyi. Kolumbiya 0, Portuqaliya 2. Növbəti Portuqaliya əməsi Bruno Fernandes nə edəcək? İçəri doğru ötürmə Ronaldo. Dəqiqlik çatmadı zərbəsində. Neto bugün çox fəaldır. Pedro Neto gözəl keçdi rəqibini. Pedro Neto bu oyunu qola çevirsəydi ikonik bir qol ola bilərdi bu oyunda. Daniel Muñoz top hərəkətsizliyi James'lə oynadı. James içəriyə doğru ötürməsi Luis Suarez, Diego Costa. Topu dəfəli hələ çıxmıyor Portuqaliya cəbhəsindən top. Kolumbiyanın əmrəsi davam edir. Luis Diaz. Diaz'ın zərbəsi Bernardo Silva'ya dəyən top meydandan çıxır. Bernardo Silva ötürməni kəsdi. Ronaldo istiqamətini ötürmə Cristiano Ronaldo qarşısında. Davinson Sanchez var. Sanchez
Çatır Ronaldo. Ronaldo paraşüt zərbəsi top direğe deyir. Ağıllı zərbə Ronaldo'dan. Arias. Xames'le oynayabilir, oynadı Xames'le. Xames, Rodriguez zərbəsi təhlükəli idi. Keçmiş Real Madridli. Belə qollarını çox görmüşük bu futbolçunun və bunu təkrarlaya bilərdi bu oyunda. Bernardo Silva kiminle oynayacaq? Fernandes de oynadı. Fernandes, mükemmel gol Bruno Fernandes'ten. Trivela gəlir. Portugali 3. golü mükemmel bir zərbə ilə tamamlayır. Bruno Fernandes. Mükemmel zərbəydi. Trivela zərbəsini tam yerində vurdu və Portugalyanın 3. golunu vurub Kolumbiyanı isə əvəzdən salmağı bacarır Bruno Fernandes. Çox mükəmməl qol idi həqiqətən. İkonik bir gol. Dünya çempionatında. Carlos Andres. Gustavo Puerta ile oynadı. Qaytardı yenidən Carlos Andres'e. Andres mükemmel kesti rəqibini və Kolumbiyanın ilk golunu vurmağa bacarır. Oyunun 78-ci dəqiqəsində orada qarşılıqlı uçuşur. Portuqaliya oyuncular top vermək istəmirlər, amma vurulan 3 goldan birinin əvəzini çıxa bildi Kolumbiya milli komandası. Biraz gec vurdular düzdür qolu, amma heç nə gec deyil. İstəsələr təbii ki, oyunu söndürə bilərlər. Kolumbiya milli komandası zəif bir heyət deyil və bu gol yerinə düşdü əslində. Görək oyunu söndürə biləcəklər, amma çox da inandırıcı deyil, amma heç də mümkünsüz deyil. Nuno Mendes topu itirir Carlos Andres. Andres zərbəsini indirir Diego Costa. Portugalyanın ani səhvindən istifadə eləyə bilmədi Carlos Andres. Hakim 4 dəqiqə artırıb oyunun sonuna və 2-ci dəqiqə sonra Rafael Leao gözəl keçdi rəqibini. Pedro Neto dubl eləyir. 90+3-cü dəqiqədə Portuqaliya milli komandası 4-cü topu Kolumbiyanın qapısından keçirməyə bacarır Rafael Leao. O da rəqibini gözəl keçdi. Burada gözəl keçdi rəqibini. Netonu topla bəsləyir və Pedro Neto dubl eləyir bu oyunda. Demək olar ki, artıq oyun bitib. Portuqaliya milli komandası 3 xal artıq aktivinə yazdırıb. Yəni buradan o tərəfə həqiqətən qeyri-mümkündür. Sonuncunu izləyə bilərik. Kolumbiyadan Luis Suarez və gol! Bunun oyun sonudur. 95-ci dəqiqədə artırılan 5-ci dəqiqədə Kolumbiya komandası 2-ci topunu vurur Portuqaliyanın qapısına və belə bir oyun sonluğu yoxdur. Sanki komandalar oyunun sonunu gözləyirdilər. Oyunun sonunda qarşılıqlı qollar, eyni zamanda gözəl qollar vurulur, amma Kolumbiya kaş ki oyunun ilk dəqiqələrindən bunu eləsəydi. Bəli, hakim oyunu bitirir və belə bir oyun sonluğu, mükəmməl bir oyun gecəsi oldu və Portuqaliya milli komandası 4-2 qələbə qazanaraq 3 xalı aktivinə yazdırır və bu oyunu burada sonlandırdıq və bu gözəl oyunda sizinlə bir yerdə mən Elvin Nəzirov idim. Gələn belə gözəl oyunlarda görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.